19-cu əsrdə Qafqaz canişinliyinin fəaliyyəti dövründə Şimali Azərbaycanda Qafqaz canişinliyi 1844-cü ildə yaradılmışdır və 1883-cü ilə qədər mövcud olmuşdur. İndi isə variantlara baxaq. Andılar məhkəməsi yaradıldı ifadəsi səhvdir. Ümumən Azərbaycan tarixində belə bir ifadə yoxdur. Kəndlilər üzərinə hərbi vergi qoyuldu. Hərbi vergi 1887-ci ildən etibarən tətbiq olunubdur. Ona görə 2 də səhvdir. 1 və 2-ni variantlardan çıxardırıq. Davam edirik. Kəndlilərin feodal asılılığı ləğv edildi. Bu hadisə 1870-ci il kəndli islahatı ilə baş vermişdir. Ona görə 3-ü götürürük. Dövlət kəndlilərinin köçmə hüququ ləğv edildi. Bu hadisə 1853-cü ilə təsadüf eləyir. Bu da həmin dövrə düşür. 4-ü də götürürük. Alban katolikosluğu ləğv edildi. Bu hadisə 1836-cı ildə baş vermişdir və həmin dövrə düşmür. 5-i də çıxardırıq. 5-i variantdan da çıxardırıq. Düzgün cavabımız 3 və 4 qalır.